Tərbiyə məqsədi ilə uşağı döyən valideyn və müəllimlər cərimələnəcək. İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən tərbiyə etmək məqsədi ilə və ya intizam tədbiri kimi uşağa qarşı fiziki və psixoloji zorakılığın törədilməsinə görə 200 manat məbləğində cərimə tətbiq olunacaq. Valideynlərin, onları əvəz edən şəxslərin və aidiyyatı sadalanan o təhsil, penitensiar xidmət, mədəniyyət, idman müəssisələrinin aidiyyatı şəxslərinin uşaqları tərbiyə məqsədi ilə, uşaqları intizam tənbih tətbiq etmək məqsədi ilə uşaqlara münasibətdə zorakılıq həyata keçirəcəklərsə, təbii ki, bu da artıq İnzibati Xətalar Məcəlləsində xüsusi maddi olaraq müəyyən edilir və həmin əməlləri törədən şəxslər məsuliyyətə cəlb ediləcək. Millət vəkili Bəhruz Məhərrəmov bildirib ki, uşaqlarda aşkarlanan zorakılıq əlamətləri barədə məlumat verilməməsinə görə də cərimə tətbiq olunacaq. Belə ki, məlumat verməyən fiziki şəxslər 200 manatdan 300 manatadək məbləğdə, vəzifəli şəxslər 400 manatdan 600 manatadək məbləğdə cərimə ediləcək. Məcəlləyə təklif edilən digər dəyişiklik isə dilənçiliklə məşğul olanların cərimələnməsi, inzibati həbs edilməsidir. Bundan başqa İnzibati Xətalar Məcəlləsinə əvvəllər avaralıq maddəsi adı altında dilənçiliyi də ehtiva edirdi. Artıq İnzibati Xətalar Məcəlləsində dilənçiliklə məşğul olmağa görə cərimələr ayrıca maddədə müəyyən edildi. Beləliklə həm dilənçiliklə məşğul olma 10 gün müddətə qədər inzibati həbslə nəticələnə bilər. Həmçinin yetkinlik yaşına çatmayan uşaqların, insanların deməli dilənçiliyə cəlb edilməsi bu da özlüyündə məsuliyyət yaradacaq və 15 günə qədər inzibati həbs nəzərdə tutula bilər. Millət vəkili bildirib ki, təklif edilən dəyişikliklərlə bağlı ilkin oxunuş həyata keçirilib və plenar iclasa tövsiyə olunub. Kənan Qafar, Xəzər xəbər.